Birinci sualda indigenous yerli deməkdir. Opposite antonimini istəyir. Non-native olacaqdır. E variantı. İkinci cümlədə complete the sentence cümləsidir. Cümlə tamamlama. Deməli, baxırıq nöqtələrin yerinə. Cümlənin ortasında gəlib. Məsələn, şərtdə ola bilər ki, verməz complete the sentence. Choose the correct variant verə bilər. Məsələn, düzgün variantı seç. Bilə bilməzsiniz ki, bu hansı qaydadır. Diqqət edirsiniz ki, nöqtələr hardadır? Cümlənin ortasında. Demək ki, bu cümlə tamamlama olacaq. Biraz böyüdü. Cümlə tamamlama olacaqdır və cümlə tamamlamada söz sırası belə olur ki, mübtəda, üstəgəl, xəbər olacaqdır. Köməkçi mübtədadan önə keçə bilməz. Mübtəda xəbər olacaqdır. Deməli, 2-də will the surgeon-dan önə keçibdir. 4-də is the surgeon-dan önə keçib. Qalır cavabım 1, 3, C variantı. Üçüncü testə gəlirik. Mən sizə demişdim ki, əgər who, what axırda söz önü ilə birləşibdirsə, demək ki, söz sırası olacaqdır köməkçi, üstəgəl, mübtəda, üstəgəl, xəbər şəklində. Yadda saxlayırıq ki, heç bir sual sözündən sonra birbaşa mübtəda gələ bilməz. B və E variantı çıxacaqdır. Əgər what, who axırda söz önü ilə birləşibdirsə, özündən sonra köməkçi mübtəda xəbər gələr, birbaşa xəbər gəlməz. A və C variantı qalır. Didlə sual verdikdə use-un id-sı, id-si düşəcəkdir. Qalır cavabım C variantı. 4-də to exhaust yorulmaq deməkdir. Yormaq, to make somebody feel tired, yormaq, birə C olacaq. Heal, müalicə etmək, to cure, müalicə etmək deməkdir bu da. Rescue, xilas etmək deməkdir. To save somebody from danger olacaq B variantı. C, A, B, B variantı olacaqdır. 5-ci testdə it is possible, sifət üstəgəl, to-lu məstər, to üstəgəl, verb 1 olacaq. Olur cavabım A variantı. He stayed home from work, a terrible headache, dəhşətli baş ağrısına görə, ucbatından o evdə qalıbdır, işdən qalıb. Compound, mürəkkəb isimdir. Şəkilçiləri çıxırsan, development, building, childhood friendship, attraction, qalır cavabım E variantı. 8-də to be in a hurry, birləşmədir. Last sözündən sonra zaman mənalı söz gəlməyibdir. Demək ki, last üstünlük dərəcəsidir. D artikl olacaq. A variantı. 9-da cümlə inkardadır. İnkar cümlədə ikinci bir inkar olmaz. İnkar üstəgəl sam olmaz. Nöqtələrdən sonra information isim gəlibdir. Anything içində artıq isim var. İsmə ehtiyacı yoxdur. Qalır cavabım A variantı. Sonra ona gəldik. One of üstünlük dərəcəsidir. The most, the est olacaq E variantı. 11-də guests, qonaqlar cəmdədir. Elotdan sonra isim gəlməz. Maçdan sonra sayılmayan gəlməlidir. İkinci tərəfdədir. Qonaqlar were invited to the party. Parti burada why düşməyibdir. Parti olmalıdır. Parti. Qonaqlar şənliyə dəvət olundu, amma deməli burada biz amma görürüksə, amma gəldi, yenə də qonaqlardan söhbət gedir. Qonaqlar cəmdədir, a little verə bilmərəm və bat olan hissədə, baxın diqqətli olursunuz, bat olan cümlədə həmişə düşünürsünüz ki, təsdiq inkar olsun, məna təzadlığı da ola bilər. Məna təzadlığı da ola bilər. Baxın, a lot of cəmdir, few heç yox deməkdir. Biri mənfi, biri müsbət fikirdir. B variantında a lot of, men ikisi də çoxlu deməkdir, müsbətdir. Yəni, hər iki tərəfdə çox. Amma bat təzadlıq bildirir. Hər ikisi çox ola bilməz. C variantı bir tərəfdə a lot of deyəcəkdir, digər tərəfdə few heç yox deməkdir. Nota bərabərdir. A variantı. Yəni, çox qonaq dəvət olundu, amma çox azı gəldi. 12-ci testdə in 1990-cı il keçmiş zamandır, sadə keçmiş. İkinci tərəfdə since var, have has participle to olacaq cavabım A variantı. 13-də passiv sualda baxıram köməkçiyə, did keçmiş zamandadır. Keçmiş zamanın məchulu was və participle to olacaq. Cümlədə ing davam edici görmürəm, verə bilmərəm. Digərləri qaldı və diqqət eləyirik. Deyirik ki, passiv sual cümləsində olduqda be ilə participle to-nun arasında mübtəda gəlməlidir. Yanaşı gəlməz. D variantında was participle to yanaşı gəlib. E variantında was participle to yanaşı gəlib. B variantında yanaşı gəlib. Qalır cavabım C variantı.
14-də anymore inkar cümlədə işlənir. A təsdiqdir, B təsdiqdir. E variantında hədlə to-nun arasından heç nə işlənməz. D variantında able-un to-su yoxdur, qalır C variantı. 15-də petrol is expensive, bahalıdır. I avoid driving my car. Maşın sürməkdən imtina edirəm, uzaq dururam. Mən sizə demişdim ki, təzadlıq, ziddiyyət bildirən however, but, whereas bu cümlələr arasında təzadlıq bildirir. Yəni təzadlıq olarsa işlənəcəkdir. Baxıram ki, birinci heç tərcümə eləmədən, yəni asan olması üçün. Yəni əgər cümlələr arasında ziddiyyət varsa, but da yaza bilərəm, however da yaza bilərəm, whereas da yaza bilərəm. Çünki hamısı ziddiyyət bildirir. Demək ki, heç biri deyil. A, D, C variantları getdi və burada durğu işarəsinə baxıram ki, nöqtəli vergül, sonra vergül gəlibdi. Bu da therefore-un quruluşudur. Baxın, therefore-un quruluşudur. If-in belə quruluşu yoxdur. Ümumiyyətlə, if ortada gəldikdə heç bir tərəfdə vergül qoyulmur. Əgər cümlə if-lə başlayıbdırsa, birinci cümlənin sonunda vergül, sonra ikinci cümlə başlayır. Ancaq ortada olanda heç bir durğu işarəsi olmur. E variantı da getdi, qalır cavabın B variantı. 16-da everybody törəmədir. Törəmələrin xəbəri təkdədir. Is, was olmalıdır ya da feil sonunda es. Biri götürdüm. Don't ola bilməz. Doesn't olmalıdır. Like yox, likes olmalıdır. Bir də 4-ü götürəcəm. Biz bilirik ki, gələcək zaman və keçmiş zamanın təki cəmi yoxdur. 1 və 4 olacaq C variantı.